Xalça sənəti doğrudan da çox rəngarəng bir sənətdir. Sanki insanı bir nağıllar aləminə götürür. Əgər sən onu ürəklə, sevgi ilə yanaşırsansa, toxuyursansa, çox gözəl. Xanımlar bir kitabdır. Oxuduqca bitməz. Xalça bir dastandır, toxuduqca itməz. Elə yar, yar deyirlər, heç məni demirlər, ay sona bülbüllər. Azərbaycan qadınlarını 8 mart münasibəti ilə təbrik edirik. Onlara hər bir sənətlərində, hər bir peşələrində uğurlar arzulayırıq. Qollarına qüvvət olsun, gözlərinə nur olsun. Kim hansı sənətdədirsə, öz işlərində də müvəffəqiyyətlər arzulayır.